Taksi sürməyə başlamaq çox pul istəmir. Bu da sahəyə çox adamı gətirir. Çox vaxt sürücü ilə ünsiyyət nə qədər azdısa, müştəri o qədər razı olur. Gecə saatları isə sürücü özü ünsiyyəti keçmək istəmir. Bir növ sürücünün ətrafla əlaqəsi minimuma enir. Əlbəttə adam buna dözə bilmir. Dostlar və iş yoldaşlarına zəngləşir. Hərdən müştəri ilə söhbət açmağa çalışırlar. Söhbət tutmursa dayanmalı olurlar. Günləri xeyli adamın içində ola-ola sükutla yaşayaraq keçir. Bu da insan zehninə pis təsir edir. Üstə gəl ki, adamın danışmaq istədiyi xatirələri və söhbətləri var. Amma rahat danışa biləcəyi iş yoldaşları, dostları yanında yoxdur. Bəs taksi sürən adam veterandırsa, mütləq ki, onun önəmli anları, diqqətə layiq hekayələri var. Amma günün sonunda ya müştəriləri maraqlı deyil, ya da həmsöhbət ola biləcəyi adamlar deyillər. Yaranan travmaların üzərinə bu təklik tərk edilmiş hissi gəlir. Bir müddətdə bu hisslər cəmiyyətə qarşı küskünlüyə, sonra isə acığa dönür. Bu sözlərdə nəsə tanış gəlir. Elədir, veteran mülkiyə qayıdır, amma uyğunlaşa bilmir. Bir iş tapır, amma gündəlik həyatının monotonluğu onu qıcıqlandırır, aqressivləşdirir. Çünki cəmiyyət veteranın gözləntisini ödəmir. O da cəmiyyəti, insanların ona qarşı münasibətini dəyişməyə çalışır. Bunu isə şiddətə əl ataraq eləyir. Filmlərdə veteranların təsviri çox vaxt belə xəttlə gedir. Adamların qəhrəmanlığını göstərmək üçün vətənpərvər kinolar çəkilir. İnsanlar isə həmin qəhrəmanlarla döyüş meydanında yox, mülküdə rastlaşırlar. Gündəlik həyatımızda ətrafa yanaşmamız nə formalaşdırır? Deyək ki, hər dəfə ekranlarda alma yeyən bir insan var və bu insan əsəblərini idarə edə bilmir. Bir müddət sonra qırmızı alma yeyən görəndə neyniyərsən? Ehtiyat edərsən. Ehtiyat etdikcə məsafə qoyarsan, uzaqlaşmağa çalışarsan. Bir çox filmlərdə müharibə keçmiş adamlar qeyri-stabil və təhlükəli fərdlər kimi göstərilirlər. Bəs necə oldu ki, müharibədə qazanılan travmalar belə təqdim olunmağa başlandı? Niyə filmlərdə veteran obrazları bu qədər bir-birinə oxşuyur? Həqiqətənmi adamların psixoloji vəziyyəti doğru yöndə təsvir olunur? Yoxsa bu sadəcə manipulyasiyadır? Taksi sürücüsü filmi ideal nümunədir. Öz daxili problemləri ilə gecələr taksidə tək qalan veteranın daxili dünyasını görürük. Onun seçimlərini, atdığı addımları, özü və cəmiyyət haqqında nə düşündüyünə şahid oluruq. Artıq veteran kimi təqdim olan bir taksi sürücüsü var. Onun əsasında ümumi bir təsəvvür formalaşır. Həm də uğurlu bir film kimi trend də formalaşdırır. Bəlkə də müəllif reallığı gördüyü kimi ifadə eləmək istəyib. Amma nəticədə bir davranış tərzini göstərib, bir gözlənti formalaşdırıb. İnsan isə ondan gözlənti olanda ona uyğunlaşmağa başlayır. Ola bilsin ki, rejissor və ssenarist üçün filmin məğzi heç taksiyə qapanmış veteranda deyildi. Lakin müəllifin nə demək istədiyini bir önəmi yoxdur. Roland Barthes-ın dediyi kimi, müəllif ölüb, ortada bir sənət işi var və önəmli olan ancaq odur. Uğursuz qəhrəman. De Niro'nun qəhrəmanının tədirgin olması ilk səhnədən gözə batır. Sanki taksi sürməyə həyatdan yapışacağı sonuncu şeydir. Təhlükəli rayonları sürməyə, gecələr işləməyə belə razıdır. İşə götürəndə olan sorğu-sual vaxtı asosiallığı gözə çarpır. Vəziyyətdən çıxmaq üçün Vyetnamda vuruşduğunu, veteran olmasını deyir. Tarantino'nun belə bir fikir var ki, əsas qəhrəman heç vaxt veteran olmayıb və öz qəribəliyini müharibə söhbəti ilə gizlətməyə çalışıb. Maraqlı səslənsə də, əsas qəhrəman özünü sübut etmək istəyini izah etmir. Film boyunca gecə növbəsindəki taksi sürücüləri təhlükələrlə üzləşirlər. Onlar ancaq günün sonunda bir yerə yığışanda nisbətən rahatlayırlar. Amma əsas qəhrəman nə iş mühitinə tam öyrəşir, nə də ki, şəhərdəki təhlükələrə adekvat yanaşır. Köhnə veteran müharibədən sonra ona diqqət yetirilməməsindən dəli olurdu. Sanki o öz həyatında belə ancaq tamaşaçıdır. De Niro'nun qəhrəmanı silahı özünü qorumaq adı ilə alır. Əslində isə məqsəd təməldən diqqət çəkmək olub. Diqqətə susamağı açıq-aydın 3 səhnədə görünür. Birinci dəfə xoşlandığı xanımı erotik kinoteatra aparmasında bu özünü büruzə verir. Bütün film boyunca veteran tək başına gedib kinoteatrda başqalarının sevişməsinə baxır. Amma nə özü pul qarşılığında sevişir, nə də şans yarananda başqası ilə normal münasibət qurur. Xoşlandığı biri ilə münasibət yaşamaqdansa, onu da sadəcə erotik filmlərə baxmağa aparır. Normal olaraq rədd aldıqda isə bunun niyə baş verdiyini dərk edə bilmir. Çünki başqa adamın hisslərini diqqət etmir. Ancaq özünə qarşı diqqət görmək istəyir. Empatiyadan məhrumdur. İkinci dəfə isə diqqət hərisliyi özünü prezidentə namizədi öldürmək cəhdində göstərir. Gizlənməli olduğu halda belə maksimum dərəcə gözə batmağa çalışır. Saç düzümündən tutmuş, eynək seçiminə qədər hər şey diqqət istəyirəm deyə qışqırır. Axırda isə azyaşlı fahişəni qurtarmaq fikrinə gəlir. Bunu belə ən səs-küylü yolla eləyir. Axı hamı onun qəhrəmanlığını eşitməlidir, görməlidir.
Son səhnələrdə qızın valideynlərinin ona çox sağ ol deməsi, qəzetlərdə adının çəkilməsi və xanımın yenidən yazması veteranın bastırılmış hisslərini əks edir. Əsas istəyi həmişə hamıdan dəyər və diqqət görmək olub. Bunları isə əldə etməyin heç bir normal yolunu görmürdü. Bir sözlə, dünya uğursuz qəhrəmanın istəklərinə uyğunlaşmırdı. O da bütün səmimiyyəti ilə bunun niyə baş vermədiyini anlamırdı. Anlamadığı üçün də qəbul edə bilmirdi. 20-ci əsrin əvvəlindən müharibənin təbiəti dəyişdi. Artıq müharibə kütləviləşməyə başladı. Bu Avropada başlayan tendensiya bütün dünyaya yayıldı. Tarixən müharibələrdə əhalinin əksəriyyəti iştirak etmirdi. İstisna olaraq nisbətən köçəri millətləri götürmək olardı. Amma əsasən müharibə muzluların, feodalların, bununla bağlı öhdəliyi olan siniflərin işi olub. Hər yerdə çoxluğu təşkil edən kəndli çox vaxt cəlb olunmurdu. Keçən əsrdə isə nizami ordu anlayışının yeni səviyyəyə çıxması səfərbərlik anlayışını genişləndirdi. Artıq dövlətlərin həm daha çox insanı cəlb etməyə ehtiyacı vardı, həm də bunu edə bilərdilər. İnsanlara olan ehtiyac propaganda anlayışını başqa mərtəbəyə çıxardı. İnsanlara niyə döyüşəcəklərini izah etmək zərurəti yarandı. Çünki motivasiyalı əskər motivasiyasızdan daha yaxşı idi. Bu isə sırf düşmənə nifrət və əzizlərini qorumaq üzərində olmurdu. Həmçinin gələcək veteranlara hörmətlə yanaşılacağını, onların cəmiyyətdə xüsusi yer tutacaqlarını da aşılamaq lazım idi. Hər şeyin kütləviləşdiyi dövrdə mediada, incəsənət də geridə qalmırdı. Beləliklə, döyüşən əskərlərin qəhrəmanlığını, onların döyüş yolunu əks etdirən filmlər, reportajlar, radio tamaşalar hazırlanmağa başladı. Amma nizam 2-ci Dünya müharibəsindən sonra bir daha da dəyişdi. Nisbətən stabillik yarandı. Sanki kütləvi müharibələrin qoyduğu yaralar göynəməyə başladı və nəticədə Vyetnam müharibəsi bu ağrını üzə çıxartdı. Amerikada bir mənalı yanaşılmayan Vyetnam müharibəsi dünya kinematoqrafiyasına veteranlarla bağlı yeni yanaşmanın gəlməsinə səbəb oldu. İlk olaraq müharibə iştirakçıları qəhrəman kimi deyil, sadəcə müharibənin qurbanları kimi təqdim olunurdu. Amma bu tez müddətdə dəyişdi. 60 və 70-ci illərin filmlərində veteranlar həm qurban, həm də cani kimi göstərilməyə başladı. Bu dualizm göstərilməsinə səbəb olan filmlərdən biri kimi taksi sürücüsünü götürmək olar. Taksi sürücüsündə əsas qəhrəmanın aldığı travmalar onu şiddətlə vəhdət içində sürükləyir. Artıq bu adam müharibədən qayıdan bir qəhrəman deyil, psixikası zədələnmiş və təhlükəli bir şəxsdir. Ən əsası isə sadəcə qurban deyil, özü də ətrafındakılar üçün təhlükə saçır. Ən pisi odur ki, dünənin əskərlərinin psixoloji travmalarına artıq belə bir prizmadan baxılmağa başlandı. Ya onlar öz içlərində bunu tək yaşayıb yenməlidirlər, ya da əzizləri üçün təhlükə olduqlarına görə bu yükün altında əzilib itməlidirlər. Eynilə Heroes Coming Home, Deer Hunter filmindəki bəzi personajlar kimi. Taksi sürücüsünün azad maliyyələşməsi onu digər filmlərlə müqayisədə daha açıq sözlü eləyib. Yuxarıda göstərilən filmlər heç olmasa travmanın tək belə olsan yaşanıla biləcəyini, ya da çəkilən əziyyətin qurtuluş ola biləcəyini göstəriblər. Amma taksi sürücüsündə bu yoxdur. Adam öz şeytanları ilə tək başına buraxılıb və heç cürə onlara qalib gələ bilmir. Bir növ çıxış yolu yoxdur. Elə bu ümidsizlik və veteranın saçdığı təhlükə Rolling Thunder, Rambo First Blood, Jacob's Ladder kimi filmlər üçün ilham mənbəyi oldu. Yekunda veteranların dəstəyə ehtiyacı olması arxa plana düşdü və beləliklə onların ictimai təhlükəli elementlər kimi nişanlanmasında ilk addımlar atıldı. Reallıq daha pisdir. Filmin cızdığı xəttdən kənara çıxanda real həyatda veteranların problemini başqa yöndə görə bilərik. Taksi sürücüsü və sonrakı filmlər veteranları stigmalaşdırır, onların cəmiyyətdən təcrid olunmasına gətirir. Beləliklə uyğunlaşmaqda əziyyət çəkən veteranlar marjinallaşır. Amma bu sadalananlara populyar mədəniyyətin təsiri demək olar. Bəs reallıqda veteranlardan gələn təhlükə ilə bağlı vəziyyət nə yerdədir? Rəsmi statistika üzücü rəqəmlər verir. Yaxşı tərəfi odur ki, veteranların kriminala meyilli olması statistikada öz əksini tapmır. Amma veteranlar arasında post-travmatik sindrom olanlar əksəriyyətə nisbətən 1.5-2 dəfə daha tez-tez həbs olunurlar. Bu an videonu saxlayıb demək istəyə bilərsiniz. Belə çıxır ki, bayaqki filmlərdə veteranlar düzgün təsvir ediblər ki, lakin nəticə üçün hələ tezdir. Məsələ ondadır ki, böyük ehtimalla ağır psixoloji problemi olan veteran intihar eləyəcək, yaxud da narkotika, ya da içkiyə qurşanacaq. Yəni travmalı veteran ətrafındakılardan daha çox özünə zərər verə bilər. İndi isə bir sual yaranır. Həssas bir yanaşmaya ehtiyac duyan insanlara üz döndərmək, onları cəmiyyətdən yavaş-yavaş təcrid etmək nə qədər düzdür? Unutmamaq lazımdır ki, Amerikada intihara və spirtli içkilərə qurşanmağa meyillik ümumi olaraq bütün veteranlar üçün əhaliyə baxanda daha çoxdur.
Yəni söhbət təkcə post-travmatik sindromdan əziyyət çəkənlərdən getmir. Bütün veteranların bu psixoloji dəstəyə ehtiyacı var. Belə halda müalicəyə ehtiyacı olan adamların ilk növbədə təhlükə kimi görülməsi doğru deyil. Bu, digər veteranları dəstək üçün müraciətdən soyudacaq. Adam düşünəcək, mənim adım niyə dəliyə çıxsın? Sonra gəl hamıya sübut elə ki, dəli deyilsən. Belə düşünən adamdan da lazım müayinələr yan keçəcək. Adam öz problemləri ilə tək başına qalacaq. Cəmiyyət, yaxınları, ailəsi, dostları, problemləri olanlara dəli kimi yanaşması onun özünə daha çox qapanmasına səbəb olacaq. Reallıq ona görə filmdən daha pisdir ki, filmlərdə ekstrem hallar var. Amma rutin olaraq bu adamlar özlərinə zərər verir, öz həyatlarına son qoyurlar. Filmlərdə veteran obrazların yaşadığı flashbacklər və travmalar elə fikir yaradır ki, bu problem həmişə olub. Tarixə baxanda isə vəziyyətin nisbətən ayrı cür olduğu bilinir. Hərdən insanlar əvvəllər belə fenomenin olmamasını əlində bayraq eləyirlər. Yaxşı halda növbəti cümlələri əvvəllər kişilər daha güclü, dözümlü idilər olur. Pis halda isə yersiz müqayisələr eləyib, indiki dövrün kişilərini aşağılamağa başlayırlar. Niyəsə keçmişdəki insanların davranışına baxanda həmişə ən yaxşıları ilə özümüzü bir tuturuq. Sosial şəbəkələrdə özünü orta əsrlərdəki şahzadələrlə bir tutan qızlar belə eləyirlər. Heç bir təbəqə fərqi görə bilmirlər deyə qarşıdakı adamlardan özünə şahzadə kimi davranmağını gözləyirlər. Eynisi də oğlanlara aiddir. Özünü tarixdəki sərkərdələr, cəsur döyüşçülər, cəngavərlərlə bir tuturlar. Sözsüz ki, bu bir növ uşaq vaxtı qulaq asdığımız nağılların, oxuduğumuz ədəbiyyatın və bizi əhatə edən mədəniyyətin bizə bir təsiridir. Bunun niyə olduğunu başa düşmək elə də çətin deyil. Ən yaxşıların və uğurluların yadda qalması, nümunə çəkilməsi həmişə olacaq. Sadə, sakit həyat yaşayan kəndlinin, çobanın həyatı nadirən nümunə çəkilir. Amma adekvatlığı da itirmək lazım deyil. Dastanlardakı igidlərin, tarix kitablarındakı döyüşçülərin zehni yerində olub deyərək sənayeləşmədən sonraki müharibələrin iştirakçılarını anlamamaq absurddur. Sənayeləşmə və dövlətlərin mərkəzləşməsi müharibəni dəyişdi. Əgər əvvəllər müharibə döyüşçülərin işi idisə, artıq ortaya kütləvi səfərbərlik girdi. Uşaqlıqdan sırf döyüş meydanına hazırlaşan və şiddətə öyrəşmiş insanlar elə keçmişdə də az olub. Əksər insanın psixikası onsuz da bu təzyiqə hazır ola bilməz. Səfərbərlik isə hamının müharibəyə cəlb olunması, bu ağır sınaqdan keçməsi deməkdir. Həm də sənayeləşmə artilleriyanı, avtomatik silahları və raketləri döyüş meydanına gətirdi. Ölümcüllüyü və intensivliyi artırdı. Artıq balaca bir torpaq ərazisi üçün belə aylarla eyni şiddətlə döyüşlər gedə bilərdi. Hələ bilmək olmaz həmin tarix kitabındakı döyüşçülər bunun altından necə çıxa bilərdilər. Sözün qısası, keçmişdə belə hallar olmayıb deyərək problemi küçümsəməkdən xeyir gəlməz. Ümumiyyətlə dərinə gedəndə görürsən ki, psixoloji problemlər keçmişdə də olub. Müasir araşdırmaçılar da bu barədə həmfikirdilər. Lakin ruhi xəstəliklərin və zehni problemlərin təyin olunması indi belə çətindir. Əvvəllər də istisna deyil. Əksər hallarda döyüşlərdən keçmiş və ağır stressə görə yaşanan problemləri ruhlar, cinlər, cadu, göz dəymə ilə bağlayırdılar. Yəni, dəliliyin tibbi diaqnoz kimi yox, şər qüvvələrin təsiri kimi göründüyü cəmiyyətlərdə döyüşmüş adamın ağıl sağlığı ikinci planda olub. Ona görə də qeydlər çox deyil. Olanların əksəriyyətində isə səbəbkar döyüşənin müharibədə yaşadıkları deyil, qara qüvvələrdir. Axırda ən pisi odur ki, veteranlar da bu filmlərə baxaraq öz düşüncələrini formalaşdırırlar. Problemləri olduğu halda isə artıq özləri barəsində De Niro'nun qəhrəmanı kimi bir gözləntiyə girirlər. Onun kimi dünyaya qarşı hisslənməyi və diqqət qazanmaq üçün şiddətə əl atmağı çarə kimi görə bilərlər. Filmdə bunun fəsadları göstərilsə də, insan empatik varlıqdır. Əgər film qəhrəmanının yerinə özünü qoya, onun hisslərini başa düşə bilirsə, onun atdığı addımlara şuuraltı olaraq haqq qazandıra bilər. Bu o demək deyil ki, adam filmə baxır və sabah saçını irokez edib əlində silahla çölə çıxacaq. Belə olsaydı, hər GTA oynayan böyüyüb qəsdən piyada vurardı. Empatiya qurduqca adamın düşüncə tərzi hopa bilər. Taksi sürücüsü kimi tədirgin, diqqətsiz, tək olduğu fikrinə qapıla bilər. Ən pisi isə burada adamın özünün elə De Niro'nun qəhrəmanına oxşadığı fikrinə gəlib, özü-özündən qorxması olar. Belə halda ətrafına ziyan verməmək, incitməmək üçün daha da uzaqlaşmağı seçər. Axırda da problemləri içində boğulmağa başlayar. Uzadılan əlləri də tutmaz ki, onlara zərər verər, ya da köməkdə hansı bir məna görməz. Görünən də odur ki, filmin özündə bir problem yoxdur. Veteranların ruhi problemlərin təsvirində olan bir trend var.
Taksi sürücüsü bu trendin vacib nöqtələrindən biri idi. Film çıxmasa belə bu cür bir təsviri reallaşdırmaq fikri var idi. Filmləri qadağan etmək mədəniyyətlə mübarizə aparmaqdan xeyir gəlməz. Yaradıcı adamlar reallığa təsir etdikləri qədər də ondan təsirlənirlər. Yəni insanlarda toplu şuursuzluqlarında veteranlardan çəkinirlər. İçdən-içə hörmətdən ziyadə onların təhlükəli olduğu fikrində olublar. Bir nöqtədən sonra isə artıq bu qorxu, ehtiyat hissi hörməti də üstələdi. Nəticədə taksi sürücüsü filmi alındı. Adamda sual yaranır. Bəs nə etmək lazımdır? Bəlkə De Niro'nun qəhrəmanı kimsə sənin müalicəyə ehtiyacın var. Terapiyada utanacaq heç nə yoxdur. Hamıya qarşı yersiz gözləntilərə girmə desəydi, bəlkə veteranın axırı da fərqli olardı. Amma onda film də olmazdı.